Mən sizə Sumqayıtdakı işlərdən də bəhs etmək istəyirəm yoldaşlar, amma bu o demək deyil ki, Sumqayıtda olan el işlər ilə cəmi bu 2 dənə işdən ibarətdir. Xeyr, mən sadəcə bu işlər asan işlərdir. Demək olar əksər insanın müraciət edə biləcəyi işlərdir. Çünki az xəttləri vardır, yəni. O tipli işlərdəndir, yəni. Misal üçün, gəlin ilk öncə ofis menecerindən bəhs edeyim. 400 manatdır, yəni bu ancaq Sumqayıtlılara sərf edə bilər də. Kimdisə 20-30 yaşlı şəxslərə sərf edə bilər. Gənclərə, subay olanlara sərf edə bilər, təcrübə toplamaq istəyənlərə sərf edə bilər. Yəni bu o demək deyil ki, Sumqayıtda olan işlər cəmi bundan ibarətdir. Ona görə kimsə misal üçün əgər aranızda o yaş həddindədirsə, WhatsApp biznes, e-mail və sosial şəbəkə mesajlarla işləmə vərdişi varsa, ofis proqramlarını və yaxud da Google Docs, Sheets ilə işləmə bacarığı varsa, belə bir iş fürsətindən istifadə edib təcrübə toplaya bilər, həm də pul qazana bilər. 400 manatlıq ofis meneceri işidir. Bundan əvvəl anbardar köməkçisi işi var, 600 manatlıq. 20-28 yaşlı şəxslər üçündür, kişilər üçündür. Amma dediyim kimi, digər Sumqayıtda da işlər olur, yəni daha yüksək səviyyəli bilik və bacarıq tələb edənlər də olur. Onlarla da bağlı tanış olmaq istəyirsinizsə, ümumiyyətlə bu işlərə müraciət etməkdə dəstək istəyirsə və yaxud digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə bir sözlə iş tapmaca sətrini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yazа bilərsiniz. Siz bu videonu harda görürsünüz? YouTube-da mı görürsünüz? YouTube-da görürsünüzsə, o zaman videonun adında qeyd olunub əlaqə vasitəsi. Yox, əgər bu videonu TikTokda görürsünüzsə, o zaman siz videonun adının altında olan Toğrul Özov sözünə toxunaraq Toğrul Özovun TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra diqqət etsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.